Salam əziz dostlar. Din elmə manidirmi? Bəziləri iddia edirlər ki, din elmin qarşısını alır, qoymur elm inkişaf eləsin. Özləri də iddia edirlər ki, biz Qur'anı 70 dəfə oxumuşuq və bu nəticəyə gəlmişik. Görək Qur'an da elmə ziddir yoxsa yox. Bir neçə ayəni oxuyuram. Birinci, Ələq surəsinin ilk nazil olan ayəsi. Oxu. Oxuma demir, oxu deyir. Qısa deyirəm hamısını. İkinci, Allah Teala Mücadilə surəsinin 11-ci ayəsində buyurur ki, Allah sizdən iman gətirənlərin və elm verilmiş şəxslərin, kəslərin dərəcələrini artırar. Elm verilmiş kəslər. Sonra Zümer surəsi 9-cu ayə. De, heç bilənlərlə bilməyənlər eynidirmi? Allah bilənlərə üstünlük verir. Sonra dua eləməyi deyir bizə. Buyurur ki, qul və qul Rabbi zidni ilmən. Denən, ilahi, Rəbbi, mənim elmimi artır. Bu qədər ayələri görməyiblər, yəqin 70 dəfə oxuyanlar. Einstein deyir ki, dinsiz elm kordur, elmsiz din isə şikəstir. Bunları bir-birindən ayırmaq olmaz. İkisi də bir-birini tamamilə dəstəkləyir, ikisi də bir-birinin yanındadır. Bunları bir-birindən ayırsan, heç birinin heç nəyə faydası yoxdur. Sağ olun.